baş naziri rəsmi səfərlə Birləşmiş Ərəb Əmirliklərindədir. Bugün Abu-Dabidə Dayanıqlı İnkişaf Həftəsi samiti açılacaq. Samitdə dövlət və hökumət başçıları ilə yanaşı siyasətçilər və iş adamları da iştirak edirlər. İrakli Qobaxidze sabah beynəlxalq platformada çıxış edəcək. Panel müzakirəsinin əsas mövzusu orta dəhliz Avropa ilə Asiyanın enerji vasitəsilə əlaqələndirilməsi olacaq. İrakli Qobaxidze məhz orta dəhliz marşrutunda Gürcüstanın roluna və tranzit potensialına diqqət çəkəcək. Baş nazirin iri investisiya şirkətləri ilə görüşləri də planlaşdırılır. Gürcüstanın baş naziri ilə Pripko şirkətinin təsisçisi arasında keçirilən görüş çərçivəsində daşınmaz əmlak sektorunda innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq haqqında memorandum imzalanıb. Görüş zamanı Gürcüstanda mövcud olan əlverişli investisiya mühiti, son illərdə müşahidə olunan iqtisadi artım tendensiyaları, həmçinin turizm potensialı və innovativ texnologiyaların tətbiqi istiqamətində Gürcüstan hökuməti tərəfindən atılan addımlar müzakirə olunub. Milli Hərəkatın sədri dəyişəcəkmi? Mediada yayılan məlumata görə Tina Boguçavanı Levan Sənikidze əvəz edə bilər. Bu məlumatı Milli Hərəkatın özündə təksib edir və yayılan xəbəri yalan adlandırırlar. Eyni zamanda müxalifətin hansı planının olduğunu və müxalif birlik yenidən formalaşıb-formalaşmayacağı məsələsi də yenidən aktuallığını qoruyur. Birlik təşəbbüsünün müəllifi bir müddət əvvəl həbsdən çıxan Zurab Girçi-Caparidzedir. Girçi daha çox Azadlıq Partiyasının lideri təsdiqləyir ki, məsləhətləşmələri aktiv şəkildə aparır. Məsləhətləşmələrdə Milli Hərəkat və Dəyişiklik naminə koalisiya iştirak edir. Leylo güclü Gürcüstanda dialoqa hazır olduğunu bildirir. Tbilisi küçələrində Netgazet və Batumelebi'nin təsisçisi Mziya Mağlobelinin dəstəklənməsi məqsədi ilə yürüyüş keçirilib. Yürüyüş saat 20:00-da Marcanişvili meydanında başlayıb, Qalaktion körpüsü və Mikhail Cavaxişvili küçəsi ilə keçərək Rustaveli prospektində parlamentin qarşısında başa çatıb. Aksiyanın təşkilatçıları və yürüyüş iştirakçıları Mağlobelinin dərhal azadlığa buraxılmasını tələb edirlər. İranda etirazların 16-cı günüdür. Yayılan məlumata görə davam edən etiraz aksiyaları zamanı 648 nəfər həlak olub. Ölkə üzrə isə təxminən 10.600 fəal saxlanılıb. Bununla yanaşı artıq 96 saatdan çoxdur ki, İran əhalisinin böyük əksəriyyətinin internetə çıxışı yoxdur. ABŞ öz vətəndaşlarını Ermənistan və Türkiyə üzərindən quru yol ilə İran ərazisini dərhal tərk etməyə çağırır. Ölkəni tərk edə bilməyənlərə isə təhlükəsiz yerlərə sığınaq, həmçinin ərzaq, su, dərman və digər zəruri ləvazimatları ehtiyatda saxlamaq tövsiyə olunur. Donald Trump bəyan edir ki, İrana iqtisadi əlaqələri olan bütün ölkələr ABŞ-la hər hansı iqtisadi əməkdaşlıq zamanı 25% təriflə üzləşəcəklər. Donald Trump bəyan edir ki, bu qərar qətidir və dəyişdirilə bilməz.